Salam hər kəsə, mənim adım Kəmaldır. Mən sizə Dubaydan 6 kvadrat metrlik kirayə evimdən salamlayıram. Mən Dubayda satış meneceri olaraq çalışıram hazırda və bu videoların məqsədi sadəcə olaraq gündəlik həyatımla bağlı təəssüratları paylaşmaqdır. Çünki yad ölkədəyəm, yad insanlarla çalışıram, yaşadığım mental və fiziki çətinliklər var, bunu paylaşıram və inanıram ki, aranızda bu təcrübəni yaşayan və yaxud da yaşamış olan insanlar ola bilər, kiməsə bəlkə də dəstəkdə ola bilər. Paralelində satışla bağlı da, yəni burada praktik olaraq satışda nəyi yaşayıramsa, onu da paylaşıram sizlə. Bilmirəm, nəsə qəribə bir mövzu ağlıma gəldi. Bununla bağlı danışmayacaqdım. Bundan öncə bir şey baş verdi, ona görə. Mən Əqrəb bölcüyəm də, deyək ki, indi o ayda doğulmuşam. Məsələn, oktyabr ayının 25-i 1991-ci il. Əqrəb bölcü qoyublar o periodun adına. Sonra deyirlər ki, məsələn, Əqrəb bürcü kinli olur. Əqrəb bürcü gözləyir birdən sancır. İndi Əqrəb sancırdı. Bir dənə bir zalımın balası qayıdıb demir ki, niyə onun başına o hadisələri gətirirsən ki, onu yadda saxlayıb sonra sənə qarşı istifadə edəsin. Yəni, nəticəyin qoyun bir qırağı. Proses. Yəni, niyə onu eləyirsiniz? Məsələn, bu sual həmişə mənə maraqlı gəlir. Çünki görürəm ki, həyatda elə şeylər var ki, bəzi məsələlərdə günahlandırılırsan, bəzi məsələlərdə sənə nəsə deyirlər. Adını da qoyublar ki, filan kəsə oxşuyursan, bunun davranışına bax, Əqrəb bürcüdür və s. və axır. İnan Allaha elə şeylər olur ki, mən atıb susuram. Yəni, bilirsiniz, o cəmiyyətin vurduğu, o ingilis dilində label deyirlər, bu, məsəl üçün, məhsulun üstünə yaxşı şey vururlar, balaca kağız, bu filan məhsuldur, qiyməti də budur. O cəmiyyət o labelu vurmağı çox sevir axı, o yapışqanı ki, bu filan kəsdir, filan kəsə oxşuyur, görürsən hərəkətin. Yaxud da filan bürcdür, ondan onu gözləmək olar. Heç kim qayıdıb demir ki, o adamın başına niyə görə ümumiyyətlə onu gətirirsiniz? Çox maraqlıdır. Belə, danışmağa heç kim yoxdur deyə elə videonu açıldı. Öz-özümə danışıram burada. Bir nöqtədən sonra adam da oradan da çox yorulur əslində. Nəyə yorulursan? Çünki günahlandırılırsan, amma heç kim şeyi günahlandırmır. Birisi necə? Elə bir ki, o ev yanır. Evə deyirlər ki, sən niyə yanırsan? Məsələn, bildiyiniz şey. Deyən yoxdur ki, o niyə ehtiyatsızlıq eləyib evi yandırıblar? Onu heç kim demir. O qədər həyat çox qəribədir. Adını da qoyurlar, məsəl üçün, filan kəs kimidir? Zırt pırt çox şey var da. Çox şey var. Əməlli şikayətlənirəm yox. Həyatımda ilk dəfədir ki, şikayətlənirəm belə. Kamera qarşısında. Nə bilim, bilmirəm. Tərk etməyə çalışdığım şeylərdən biridir. İnsanlara qarşı ön yargılı olmaq. Hələ də var bəzi yerlərdə. Bəzi yerlərdə olur. Özümlə mübarizə aparmağı bir yerdə sevirəm. Çünki xırda şeylərdir. Onun heç kimə heç bir faydası və yaxud da ziyanı olmayacaq. Amma mənim xarakterimi formalaşdırır. Söhbət məndən gedir də. Bayaq bir şey oldu. Onu cavab verməyə əlimdə çoxlu material var idi, amma cavab vermədim çünki içinə qapanıq olmağın, bilmirəm hamıda var ya yox, amma məndə həm də belə bir şey var. Məsəl üçün, ta ki sizlə mübahisəm olacaq, sizi yaxşı tanıyıram. Argumenti beynimdə aparıram. Sizi yaradıram beynimdə və başlayıram sizlə mübahisə aparım. Amma görürəm ki, yəni, onun heç bir mənası olmayacaq. Sizə o argumenti gətirməyin də mənası olmayacaq. Çünki başa düşməyəcəksiniz. Başa düşən adam o argumenti, o mübahisəli vəziyyəti yaratmazdı heç vaxt. Ona görə də bu aralar ən çox istifadə elədiyim söz oldu. Bəzi hallarda mənim səhvimdir. Deyirəm, mənim səhvim olmasa da yorulur insan bir yerdən sonra. Neyse, sağ olun.